Salam dostlar. Deməli biz toyuqlarımız, ördəklərimiz üçün yem düzəldirik özümüz. Yumurta üçün. Və mən verdiyim yem bu cür olur. Hazırlayırıq. Deməli buğda yarması qarışıqdır. Bu arpa yarmasıdır. O da bu qarğıdalı yarması. 10 kiloydu. 8 kilo lazım. 8 kilo? Ha. Niye ki? Yeni 8 kilo lazım. Ha, 8 kilo lazımdır. Klok var ha. Klok? Ha, ora qoy. Deməli 10 kiloluq resept üçün. Yox, bu 20'dir. 20'dir. Bunlar bəsdir ki. Ha. Hə, 20 kiloluq resept üçün 10 kilo qarğıdalı. Və o kloku niyə tökürsən isə? 2 kilo ayırıram. İndi 10 kilo qarşıladı, 8 kilo. Hə, başa düşdüm, 8 kilo. 20 kiloluq resept üçün deməli 8 kilo qarğıdalı yarması. Ha, 8 kilo. Hə, düz 8 kilo. 8 kilo, 3 kilo 3 kilo arpa yarması. arpa yarması özün danış. Normalde buğda yarması olur. İndi buğda ilə buğda yarmasını yarı-yarı qarışdırmışıq. Yarma yox idi. Fərqi yox, nasıl buğda da, adi buğda da olsa olur. 5 kilo da buğda yarması. O 5 kilo oldu buğda yarması. 6 kilo ya, 6 kilo. Onda buğdanı çox tökdün. 2 kilo yarım. Aha, sen 5 kilo ayırma. Mən götür. Artıq olsun, olacaq biraz. 300 gram. Heç nə olmaz. 100 gram aslında. Bu günə baxan əzməsi idi də. Nəyə deyirdin, yadımdan da çıxdı adı. Günə baxan şurotu. Yəni əzməsi. Günə baxan Yağı çıxandan sonra qalan. şurotu, yağı çıxandan sonra qalan hissələridir. Bu da vitamindir. Öyle yumurtlaması üçün. Yəni yumurtlaması üçün yox, ümumi vitamindir toyuq üçün. Toyuğa Hə, xeyirli. toyuq üçün vitamindir. Yəni içində nə vitaminlər var? A vitamini, D vitamini, E vitamini, B vitamini, B1, B2, B6. Yəni vitamin C. Yəni xeyirli vitaminlərdir o. 20 gram bundan. Normalde bunun başqa cürü var. Bu daha güclüsü olandı. İlk dəfə aldıq deyə. Gəndə biraz daha yaxşı, zəifini alacaq. Bu bir müddətlik verilə bilər. Daha güclüsü. Uzun müddət veriləndə yaxşı deyil. 20 gram O da bu verəcək. qurtaranı kimi də. Hə. Yəni bu qutanı və bundan sonra bir dənə. Yəni çox fərq yoxdur da, yəni bu biraz daha güclüdür. O qədər güclüyə ehtiyac yoxdur. 20 qramla yemə çox olur. $19 olsun hansıda. Mesela 19 ya da 20'ye tamamlayalım. Nə qədər eləyir 1 qram? O qədər tökürsən hələ tamam. olmur. Tökünə də. Təmiz olmaz.
Tərəz bəl çıxarıb oldu. Nəysə, bəs 20 oldu. 20 Hə, sə. yaxşı idi. Burada gözlə. 20 qram var orada. Burada qalmalıdır 20, 10 işlətmişdim. 20 qram da burada qalmalıdır. Təmiz 20 qalıb. Gələn dəfə işlədəndə elə promoy çəkər. Onu keçən dəfə, hə 20. Keçən dəfə 10 kilo düzəltmişdim. 20 qram qalıb burada, 20 Hə, qram bu burada. da bizim Bunu indi belə qarışdırmam. vitaminimiz. Nəysə. Belə təmiz qarışdıram ki, bir içində bir konda qarışdıracaq. Heç olmasa balaca arpa ilə qarışdırardım ki, tam qarışardı. Sonra içində bir konda qarışacaq. Əlim Arpada o da. hissədə qarışdıracam deyil. Davulda ne buradaydı? Biraz da burada qarışdırdım. Qabın üstündə qaldı. Geç çıxdım. Promoy tökər. Tök də onun üstünə qarışdırlı ilə. Hissəyə tökəcəm. Aha, tutum, yoxsa özün eləyirsən. Hissəyə Yox, qabla, 2 qab ondan, 1 qab ondan. Elə qatmı, çətin. Mən deyim variantda eləsən. qarışdıracam. Elə çətin olacaq, deyirsə. Mənə çətin. Mən deyim Sənə kimi çətindir, mənə qəşəng çətindir. olur. Yaxşı şey deyirsən. Hər gün yem qarışdırıram. Sən yeni haram çəkdi. Bir yandır, yandır. Qalsın. O 2 kilodur. Ondan çünkü. Ben Bir bakalım. dəqiqə. 4 kilo olmalı, 2 qat idi. Bir 2 kilo da götürüm ya. İki kilo da götürüm ya. Oğlan çox deyil işi buna. Məncə çoxdur. Bir dənə diqqətli bax. 4 kilo da şuna baxan kilosu. Yarısı getdi yerə. Ya sonradan git. Evet. İndi onu necə qarışdırırsan? Çətin olacaq elə. Toyuqların yeməyi hazır oldu. Dostlar, kanala abunə olmağı, bəyənməyi, yorum yazmağı unutmayın. Əlləriniz dərd görməsin. Sağ olun, sağlıqla qalın.